Bush'ta da var idi. Deməli, bunlar hər ikisi respublikaçı idi. Xeyr, müəllim deyildi. Bir ata Bush yeridibdi, düzdürmü? 1991-də İraq ərazisinə. Bir də 2003-də Bala Bush yeritmişdi İraq ərazisinə qoşun, düzdürmü? Bunun ikisi də respublikaçı idi. Ata baladır da, bunlar niyə ayrı olsun ki? Ayırmaq olar mı bu atanı baladan? İkisi də respublikaçıdır bunlar. Bəli. Onların arasına girən həmən Bill Clinton var ya, bax. Bax o demokrat. Ümumiyyətlə biz demişdik ki, 80-ci il 1-ci Dünya Müharibəsindən sonra Woodrow Wilsondan sonra gələn 3 dənə prezident, üçü də respublikaçı idi, üçü də iqtisadiyyata müdaxiləni azaldan var idi. Üçü də həmçinin demişdik Almaniya ilə diplomatik münasibətlər saxlamışdı. Hansı idi bunlar? Harding idi, Coolidge idi, Hoover idi. Dediyimiz bunlar respublikaçı. Həmçinin digər dediyimiz faktlar oxşar idi. Sonra dedik ki, Franklin Roosevelt'di, Harry Truman'di, John Kennedy'di, Lyndon Johnson. Sonra gələn bu 4 dənə demokrat olurdu. Lyndon Johnsondan sonra gələn Richard Nixon'du, Reagan'dı, Ata Bush'du. Təzədən yenə respublikaçı olurdu 3 dənə. Daha sonra Ata Bush'dan sonra gələn ortaya bir dənə dedik demokrat daxil oldu, Bill Clinton idi. Daha sonra Bala Bush gəlirdi, respublikaçı. Ondan sonra gəlirdi Barack Obama, demokrat. Daha sonra 2017-də Trump respublikaçı, Joe Biden demokrat, daha sonra Trump respublikaçı. Bu 2001-də müdaxilə eləyəndə, daha doğrusu 91-də müdaxilə eləyəndə Fransa ordusu iştirak eləyirdi, düzdürmü? Bir də İngiltərədə var idi. 2003-də iştirak eləyən, 2003-də də daxil olmuşdu. O zaman da İngiltərə var idi ABŞ-ın tərkibində. ABŞ yenə gəlirdi İngilislərin yanında. Bəli, müəllim, burada da elə bir kütləvi qırğın kimyəvi silah saxlamaq şübhəsi ilə gəldilər. Burada da İngiltərə kömək eləmişdi. Bu hansı ABŞ prezidenti ilə hansı SSR rəhbəri arasında demək SN1 müqaviləsi imzalandı? Deməli, SN1 72-ci ildə idi. Bu düşür Richard Nixonun dövrünə. Bu bir də SSR-dən də Leonid Brejnev idi. Bəs bundan sonra hakimiyyətə yeni gələnlər də 1987-də imzalanmışdı. O nə ilə bağlı idi? Deməli, o strateji müdafiə 3 müydü, SSM1 idi. Yox, o raketlərə əleyhinə idi. Yəni, bu ulduzlar müharibəsi təhlükəsi yaranmışdı. Ona görə yaxın və orta mənzillilərin ləğvi haqqındaydı bu 85-88. Əsasən ildə 87 götürülür. Bu da yəni müsbət nəticə vermişdi. Gorbaçovla Ronald Reagan dövründə idi. Gorbaçov-Reagan arasında 1987-də yaxın və orta mənzilli raketlərin ləğvi haqqında müqavilə idi. 1987-ci ildə. Vyetnam müharibəsini kim başlatdı, kim başa çatdırdı? Deməli, Vyetnam müharibəsi 65-73-cü illər idi. Başladan Lyndon Johnson idi. Başa çatdıranda Richard Nixon idi. Willy Brandtla Richard Nixon arasında oxşar cəhət hansıdır? Willy Brandtla Richard Nixon. Deməli, bu Willy Brandt hər ikisi eyni dövrdə hakimiyyətə gəlmişdi. Müəllim 69-74. Eyni dövrdə 1969-1974-də hakimiyyətdə olub. Bir budur. Sonra hər ikisi nəyə artırıbdı? Vergiləri artırdı da. Xeyr. Təqaüdlər daha doğrusu artırdı. Hər ikisi təqaüdləri artırmışdı. Bu demək SSR ilə gizli danışıqlar aparan kim idi? ADR-lə danışıqlara başlayan kim idi? Birbaşa danışıqlar aparan kim idi? Deməli, SSR ilə gizli danışıqlar aparan Willy Brandt idi. Hətta bu, yəni, istefa verməsinə elə səbəb olmuşdu bu hadisə. Bir də ADR ilə birbaşa əlaqə yaradan da Helmut Kohl idi. Deyə bilərik Willy Brandt, sonra Konrad Adenauer, Charles de Gaulle hakimiyyətinin sonuna yaxın etirazlar baş vermişdi. Bəli, müəllim, deyə bilərik. Hətta Konrad 63-də buna görə istefa verdi. Willy Brandt da gizli əlaqələrin olmasına görə ittiham olundu. Bu da, yəni, bunun nəticəsində uzaqlaşdı. Bir də kimi demişdiniz, müəllim? Charles de Gaulle.
Hə, o da yəni elə buna görə də o da istefa O vermişdi. da deyirdi, hakimiyyətin sonuna yaxın diktatura meyilli idi. Ona görə ona Bəli. qarşı etirazlar olmuşdu. De Gaulle'un birinci istefasına vaxtı, ikinci istefasına vaxtı. Aha, deməli, birinci istefası 46-da idi. Bu müvəqqəti hökumət dövründə idi. İkinci istefası da deməli 58 hardasa 60-cı illər idi. Dəqiq desək 69-cu il. 69. Azərbaycanda kim gəlirdi 69-da hakimiyyətə? Bu Heydər Əliyev sədr seçilmişdi 69-82-də. Bir də deyə bilərik bu ADR-in ilk və son kansleri Xristian Demokratik İttifaqını təmsil eləyirdi. Yox, Daha doğrusu müəllim. AFER-in ilk və son kansleri Xristian Demokratik İttifaqından idi. Baxın, AFER-nin ilk kansleri Xristian Demokratik İttifaqındandır. Bu Konrad Adenauer idi. Amma Helmut Kohl da Xristian Demokratikdən idi də. O da onun lideri idi. Demək düzdür də, düz deyirik. İlk və son kansleri Xristian Demokratik İttifaqını təmsil eləyirdi. Həşimə müəllimə, bəs bu Willy Brandt kimi təmsil eləyirdi? Sosial Demokratlar Partiyası 69-da. Sosialist olması bunun Fransada da Mitterrandın oxşar cəhəti idi, düzdürmü? Oxşardı, bəli. Orada da 70-ci ildə gəlmişdi sosialistlər kimi. Türkiyədə hansı hadisədən sonra sol təmayüllü təşkilatlar formalaşmağa başladı? Orada BMT-yə daxil olandan sonra demokratikləşmə tədbirləri həyata keçirilir və çox partiyalı sistemə icazə verilirdi. Demokratlar Partiyası yarandı. Bu da Cümhuriyet Xalq Partiyasının bir qrup üzvü tərəfindən yaradılmışdı. Milliləşdirmədən imtina edildilər. Bax, o başqa məsələdir. Çox partiyalı sistemə keçmək düzdür. İkinci Dünya müharibəsindən sonradır. Amma ölkədə sol təmayüllü təşkilatların yaranmasıdır. Hansı hadisədən sonra? 61-ci konstitusiyasından sonra yarandı. 1961 konstitusiyasından sonra. Demişdik, Türkiyənin 1961, AFER-in 1949, Yaponiyanın 1947 konstitusiyalar üçün oxşar cəhət hansı idi? İcra hakimiyyətinin səlahiyyətlərinin məhdudlaşdırılması. İcra hakimiyyətinin səlahiyyətlərinin məhdudlaşdırılması. Bəs 1961-1998 Azərbaycan və Türkiyə üçün oxşar cəhət hansı idi? Konstitusiya məhkəməsinin yaradılması idi. Bu Cəlal Bayarla Adenauer üçün oxşar cəhət hansıdır? Cəlal Bayar xarici ticarətin icazə verilməsi idi. Kapital təşviqinin edilməsi. Hər ikisinin ABŞ-a meyilli siyasət yeritməsini deyə bilərik. NATO-ya daxil olması idi hər ikisinin dövründə. Hər ikisinin NATO-ya daxil olmasıdır. Hər ikisinin ABŞ meyilli siyasət yürütməsi oxşar cəhətdir. Bu dedik Türkiyədə qapalı iqtisadiyyat Atatürkün dövründə idi, düzdürmü? Daxili ticarətin himayə edilməsi, xaricilərin ölkədən hüquqlarının məhdudlaşdırılması Atatürkün dövründə idi. Sonra 2-ci Dünya müharibəsindən sonra icazə verildi, xarici kapital genişləndirildi ölkədə. Amma daha sonra hansı hadisədən sonra yenidən Atatürkün dövründəki vəziyyətə qayıdıldı? Konstitusiyadan sonra yenidən qayıdırdı. Yəni o 1960 çevrilişləri olacaq. 1960 çevrilişindən sonra Türkiyədə yenidən iqtisadiyyata dövlət nəzarəti nə edəcək? Düzlənmişdi. Artırılacaq. Xarici idxalın ölkədə hüquqları məhdudlaşdırılacaq. Xarici ticarət. Bəs yaxşı, bu demişdik Türkiyədə artıq Cəlal Bayardı, bunlar Demokrat Partiyasından idi. 1950-ci ildə hakimiyyətə gəlmişdi. Bu 50-ci illərin ortalarında Türkiyədə böhran var idi. İqtisadi böhran, iqtisadi geriləmə var idi. Bunun səbəbləri nə idi? Orada kənd təsərrüfatı məhsullarından tələbat azalmışdı. Bu da gəlirin azalmasına səbəb olurdu. Sonra hökumət məhkəmədir, məktəblərədir, ali məktəblərə nəzarəti gücləndirmişdi. Bu da əhalinin narazılığına səbəb olurdu. Kənddə Avropada türk məhsullarına belə deyək də tələbat azalmışdı. Bu da vəziyyəti, iqtisadi sahədə vəziyyəti nə etmişdi? Pisləşdirmişdi. 60-cı illərdə isə dedik ki, hərbi çevrilişlər dövrünün başlanğıcı qoyulacaqdı. Bir də dedik 1980-də olacaq hərbi çevriliş. O çevriliş nəticəsində nə baş verəcək, nə ləğv ediləcək?
80-ci ildə olub, TBMM buraxılırdı, sonra parlament buraxılırdı. Kənan Evrenin başçılığı ilə hərbi rejim yaradılmışdı, fövqəladə vəziyyət elan olunmuşdu. Türkiyə 1974-də hansı adaya qoşun çıxartmışdı? Kipr adasına, Kipr adası xəritədə hansı tərəfdədir? Türkiyə tərəfdə, Türkiyənin aşağısı. Türkiyənin aşağısı, düzdür? Aha. Demək Türkiyənin aşağısı cənubu deyirdik Kipirdir. Yunanistanın cənubu Kiritdir. Krit adasıdır. İtaliyanın cənubu Siciliya. Siciliyadır. Bu 20-ci əsrin ortalarında deyə bilərik, həm Türkiyədə, həm də ki Azərbaycanda əhalinin kənddən şəhərə kütləvi axını baş vermişdi. Bəli. Türkiyədə qalmışdı, Azərbaycanda da. Aha. Azərbaycanda kəndlərə pasport verilir 59-cu ildə, ondan sonra başlanıldı. Türkiyədə də kənd təsərrüfatının mexaniləşdirilməsi getmişdi, torpaq çatışmazlığı var idi. Bir də şəhərlərdə iş yerlərinin kəndlərə nisbətən daha çox olması idi. Aha. Türkiyədə həm də başqa ölkələrə də gedirdilər, Avropaya, yaxın şərq ölkələrinə gedirdilər. Doğrudur. Bəs Səfəvilər dövründə biz onların belə deyək də zəifləməsinin səbəbləri, iqtisadi böhran keçirməsinin səbəbləri kimi demişdik, ölkəni, daha doğrusu şəhəri əhali tərk eləyirdi, yoxsa şəhərə gəlirdilər? Şəhərə gedirdilər, kəndləri tərk edirdilər, kütləvi surətdə. Səfəvilərin zəifləməsinin səbəblərində biz demişdik. Şimdi deyər, orada Osmanlılarda da var. Tərk eləmişdilər şəhərləri. tacir və sənətkarlar şəhərləri tərk eləyirdilər. Sənətkar və tacirlər. İqtisadi sahədə zəifləməsinin səbəblərindən də biri budur. Türkiyədə azad bazar iqtisadiyyatı yenidən nə vaxt tətbiq ediləcəkdir? Biz dedik Atatürkün dövründə, Turgut Özalın Atatürkün dövründə məhdud oldu, sonra demokratlar gəldi, azadlıq verdi. 60-cı il çevrilişindən sonra yenidən dedik məhdudlaşdırıldı. Özalın dövründə isə yenidən bərpa ediləcəkdi. Xarici ticarətdə sərbəstləşdiriləcəkdi. Demək 20-ci əsrin 80-ci illəri Türkiyə, 20-ci əsrin 90-cı illəri Azərbaycan oxşar cəhət olur nə? Nəyin sərbəstləşdirilməsi? Xarici ticarətin sərbəstləşdirilməsi oxşar cəhət olacaqdır. Ukraynada, daha doğrusu Krımda nə vaxt referendum keçirir? 2014-cü ildə keçirildi. Vladimir Putin 2014-cü ildə keçirdi. 2014-cü ildə biz deyirik ki, Çin kimlərə qarşı qırğınlar həyata keçirilmişdi, İraqda kimlərə qarşı qırğınlar həyata keçirilmişdi? Çin Uyğurlara qarşı keçirilmişdi, İraqda da düşmənlərə qarşı idi. Aha. Bu Ukrayna ilə Rusiya arasında bu Qara Dəniz donanmasına görə razılıq olmuşdu. 1997-ci ildə imzalanır, 87% Rusiya keçir. Qara Dəniz donanmasının 87% keçirdi Rusiya, düzdür? Rusiya Sevastopol hərbi dəniz bazasını icarə etmək hüququ da qazanırdı 87 müqaviləsinə görə. Bəs onlar arasında dostluq əməkdaşlıq haqqında müqavilə də vardı. O nə vaxt idi? 1999-da. Deyə bilərik 2010-cu ildə Azərbaycanla Türkiyə arasında da belə bir müqavilə imzalanmışdı. Bəli, 2010-da da var, 94-də də var. 2010-da, 94-də də var idi. 2021-də də Şuşa bəyannaməsində dinlədik. Hansı ərazidə keçirilən, hansı ərazidə imzalanan protokolda Ukrayna və Qazaxıstan nüvə silahına olan iddiasından əl çəkmişdi? Budapeştdə 94-cü ildə. Budapeşt xəritədə neçədir? Macaristan 15 ərazisidir. Bir də deyirdik ki, Budapeştdə hansı təşkilatın adı dəyişdirilmişdi? ATƏT-in adı dəyişdirilir. ATƏT adlandırılmışdı. Onun həmsədrləri yaradılmışdı. Həmsədr ölkələri kim idi ATƏT-in? ABŞ, Fransa, Rusiya. ABŞ, Fransa, Rusiya. Bu ölkələr deyə bilərik həm də BMT-nin bəli, 5 daimi var idi. Üçü bu idi. İkisi kim idi? Əlavə ikisi. Əlavə ikisi kim idi? Biri ABŞ-dır. ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin. Rusiya, Çin. Bu kimin dövründə Rusiyada keçirildi çoxpartiyalı sistemə? Qarbaçovun dövründə idi. Boris Yeltsin dövründə keçirildi çoxpartiyalı. Bax, Qarbaçovun dövründə demişdik ki, xüsusi sahibkarlığa icazə verilmişdi, kadrlar ixtisar olunmuşdu, planlı iqtisadiyyatdır.
Bunlar tətbiq edilmişdi. Daha doğrusu bunlardan Bizden artıq faktörünü imtina edilmişdi. güçlendirilmesi, kadr iktisarları bunlar Aha. kaybedildi. Sonra talon sistemi bərpa edilmişdi. Bunun dövründə idi. Amma bunlara baxmayaraq yenə də inflyasiya neyləmişdi? Güclənmişdi. Artık Amma bundan sonra dedik Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin dövründə korrupsiyaya qarşı mübarizədir, özəlləşdirmə tədbirlərinin həyata keçirilməsidir, çoxpartiyalı sistemə keçirilməsidir. Boris Yeltsinin dövründədir. 1992-ci ildə yeni yaranan Rusiya Federasiyası ilə digər dövlətlər, onun tərkibində olan digər dövlətlər haqqında federasiya federasyon müqaviləsi müqavilesi imzalanırdı. imzalanmış. O federasiya müqaviləsini imzalamaqdan kimlər imtina eləmişdi? Çeçenistanla Tataristan idi. Çeçenistan 90-cı ilin yazılma müstəqilliyi ilə bağlı qərar qəbul etmişdi. Cəfər Tutayev də iş prezidenti olmuşdu. Cöfəri nə vaxt öldürmüşdülər? Birinci Çeçen müharibəsində 94-96. Xacə Cöfər var idi. O kim idi? Hacı Cəfər Bəli. Əlincə qalasın. Əlincə qalasın. Əlincə qalası müdafiəsində iştirak edən şəxslərdən biri olmuşdu. Bəs kimin dövründə dəmir pərdə aradan qaldırıldı? Bu Xruşovun dövründə idi. Xruşovun dövründə idi. Həmçinin onun dövründə demişdik ki, Kapitalist xarici ölkələrlə siyasətdə sülh şəraitində yaşayır. kapitalist ölkələrlə sülh şəraitində yaşama prinsipi də irəli sürülmüşdü. İkinci Dünya müharibəsindən sonra xam torpaqların istifadəsi var idi, amma uğursuz olmuşdu. Düzdür bu? Bəli, çət təsərrüfatı o qədər də inkişaf etmiş. Bu SSR-də İkinci Dünya müharibəsindən sonra neçənci 5 illik plan tətbiq edildi? 4-cü 5 illik plan idi 46-50-ci illərdə. Pul islahatı keçirildi. Talon sistemi də Talon demişdik. sistemində krediti ləğv olunmuş, Ləğv zəruri edildi. ərzaq məhsullarına vaid qiymət qoyulurdu. Sahilə müəllimə, Bəli, müəllim, hər vaxtınız xeyir. hər vaxtınız xeyir olsun. Bu SSR-də talon sistemi 40-cı illərdə ləğv edildi. Bəs 40-cı illərdə hansı ölkədə talon sisteminin əhatəsi dairəsi genişləndirildi? Yaponiyanı götürə bilərik, müəllim. İngiltərə Leyboristlərdə. Ləğv olundu oradan. İngiltərədə Leyborist hökuməti talon sisteminin əhatə dairəsini genişləndirmişdi. Düzdürmü? Sosial sahədə, daxili siyasətdə əhaliyə pulsuz tibbi yardım göstərmişdi. Bir də demişdik ki, nələri milliləşdirmişdi? Sənaye sahələrini ümumiyyətlə milliləşdirmə siyasəti həyata keçirirdi. Elə o talon sisteminə görə də, vergilərin artırılmasına görə də həmin vaxt belə deyək də leyboristlər növbəti seçkilərdə qalib gəlməmişlər, mühafizəkarlar qalib gəlmişdi. Məğlub olmuşlar. Demək, Leyborist hökuməti, bu etilən Leyborist hökuməti demişdik, təşkil edilib 2-ci Dünya müharibəsi zamanı 45-51-ci illəri əhatə etmişdi. Daxili siyasətdə dedik, bir sıra sənaye müəssisələri əvəz ödənilməkdən milliləşdirildi. Düzdürmü? Banklar həmçinin. Bu da oxşar idi, eyni vaxtda onunla hakimiyyətdə olan Fransanın hansı hökuməti ilə? Müvəqqəti hökumətlə 44-46-cı illərdə onlarda da milliləşdirmə siyasəti həyata keçirilmişdi. Aha. Talon sistemi dedik. Bəs xarici siyasəti nə idi bunun? Leyboristlərin müstəmləkələrə müstəqilliyin verilməsi məsələsi var idimi? Leyboristlərlə elə həmin illərdə ondan sonra hakimiyyətə gələn mühafizəkarların oxşar cəhətidir ki, müstəmləkələrə müstəqillik verilməsi, o da elə 2-ci Dünya müharibəsindən sonra onun iqtisadiyyatına müəyyən qədər təsir göstərdi. Çünki müstəmləkələrdən məhrum olurdu. Həm də müstəmləkələrin saxlanması da onların iqtisadiyyatına təsir edir istər-istəməz və bütün bunlar ölkənin iqtisadi inkişafına təsir göstərdi. Aha. Bu demək, İngiltərədə deyirik Leyboristlərin dövrü, Fransada da 4-cü Respublikanın dövrü üçün deyəcəyik də NATO-ya qəbul olma. Bəli. Burada xarici siyasətdə bəli, Hitler hökumətinin ABŞ-la müttəfiqliyi möhkəmləndirilməsidir, NATO-ya üzv olmasıdır. Bu oxşar cəhəti idi Fransanın 4-cü Respublikası ilə. Bir də bundan sonra qurulan mühafizəkar hökuməti var 1951. Ondan həmən o hökumətlə Leyboristlərin, Etlin hökuməti üçün oxşar cəhət xarici siyasətdə olacaq nə?
müstəmləkələrin müstəqilliklərin verilməsi. Aha. Daxili siyasətdə isə fərqi olacaq ki, biri milliləşdirdi, biri neynədi? Özəlləşdirmə siyasəti həyata keçirdi. Mühafizəkar özəlləşdirdi, Leyborist isə milliləşdirdi. Ümumiyyətlə biz deyəndə bu İngiltərədə mühafizəkarlar deyirik ki, özəlləşdiribdi, Leyboristlər deyirik milliləşdiribdi. ABŞ-da da bunu respublikaçılara deyirdik ki, dövlət üzərində iqtisadiyyatı. Bəli. Demokratlar, respublikaçılar müəllim iqtisadiyyat üzərində dövlət nəzarəti aradan qaldırılırdı, xüsusi sahibkarlığın, azad bazar iqtisadiyyatının inkişafına şərait yaratdı. Demokratlar isə əksinə idi. İqtisadiyyata dövlət müdaxiləsini həyata keçirirdi. Yeganə deməli respublikaçı prezidentdir ki, burada Roosevelt. O amma dövlət bəli müdaxiləsini həyata keçirtmişdi. Aha. Bu deyə bilərik Avropa İqtisadi Birliyinin yaradılmasında Fransa, AFER və İngiltərə iştirak eləmişdi. İkisi iştirak etmişdi, İngiltərə yox. İngiltərə 73-cü ildə qoşulacaq müəllim. Amma 2020-ci ildə Brexitə görə isə çıxacaq. Çıxmaq səbəbi ondan ibarət idi ki, yəni həmin o birliyə daxil olan zəif dövlətlər özü üçün belə də yük hesab edirdi. Ona görə 2020-də tərk edir. Yox, o iştirak etməmişdi. 73-də qoşulacaq. Aha, iştirak eləməmişdi. Tetcherlə Etlin oxşar cəhət hansı idi? Aha, Tetcherlə Etlinin oxşar cəhəti hər ikisi deyə bilərik ki, nə idi? Leyborist kimi götürə bilərik. Yox, mühafizəkar idi Tetcher. Etli dediniz müəllim burada? Bəli. Etli bir dəqiqə, Etli Birinci Dünya müharibəsi. Xarici siyasətdə ABŞ-la münasibətləri götürə bilərik müəllim. Əsas ABŞ-la münasibətlər yəni ön plana çəkilirdi. Məsələn, NATO-ya qoşulması Tetcherin dövründə də ki, elə bir çox siyasətlərdə ABŞ-a meyilli idi. Hətta onun bir siyasəti vardı ki, əhalinin yoxsul təbəqələrə əlavə müavinətlərin verilməsi, ləğv edilməsi bu Reagana oxşardı. Bundan başqa sonra elə xarici siyasətdə oxşarlığı ABŞ-a meyillik götürərdi. Demək, xarici siyasətdə Tetcherlə həmin bu nədir? Etlin oxşar cəhəti olur ABŞ-la diplomatik əlaqələrin möhkəmləndirilməsi, daxili siyasətdə olur vergilərin artırılması. Hər ikisi vergiləri artırmışdı. Fərqi odur ki, Tetcher sosial xərcləri azaldıbdı, Etlidə isə sosial xərclər verilmişdi, artmışdı deyə bilərik. Amma bu baxımdan fərqli idi də müəllim, hə? Bəli. Həm sosial xərclər baxımından fərqlidir, həm fərqi elə budur, bir də vergilərin artırılması ilə ABŞ-la əməkdaşlıq oxşardır. İndi bu Tetcherin Reaganla oxşar cəhəti var dediyiniz kimi. İkisi də sosial xərcləri eləmişdi, azaltmışdı. Azaltmışdı. Aha. Amma hərbi xərcləri isə artırmışdı deyə bilərik. Çünki apardığı siyasətdən də görür ki, hərbi xərclər artırılmışdı, bəli. Aha. Hərbi xərclərin artırılması ABŞ-da Reaganla Bala Bush üçün oxşar kimi götürə bilərikmi? Götürə bilərik müəllim, götürə bilərik. Çünki Bala Bush da 2001-2003-cü illərdə elə həm deməli İraqa, həm Əfqanistana müdaxiləsi zamanı hərbi xərclər artırılmışdı. O cümlədən də Reagan da. 87-ci illəri, 85-ci illəri götürə bilərik məsələn. Və yaxud da hətta 1982-ci ildə də o Tetcherin nədir, Falkland adalara qoşun çıxartmasında da Reagan yaxından köməklik dəstəyi olmuşdu. Bu da narazılığa səbəb olurdu istər-istəməz hərbi xərclərin genişləndirilməsi. Elvin müəllim. Buyurun müəllim. SSR-də kimin dövründə büdcə vəsaitlərindən qənaətlə istifadəyə keçildi? ABŞ-da kimin dövründə, hansı ABŞ prezidentinin dövründə büdcə vəsaitlərindən qənaətlə istifadə daxili siyasətin əsasını təşkil edirdi? Warren Harding idi büdcə qənaətləri nədir, Amerikada. Burada da Qarbaçovun dövründə idi. Bu Prusiyada olan konstitusiya ilə AFER-də olan konstitusiyanın arasında neçə il fərq var? 100 il. 49-da Prusiyadaydı, bəli, AFER-də də 1949-daydı. 48, birində 1800, birində 1900. Bu 1949-da olan konstitusiyanın mahiyyəti nə idi? 1949-da orada elə bir AFER-in idi. Deməli orada parlamentli respublika olurdu AFER-i. Bir də bu yerdə parlamentli respublika idi. Prezident məhdud səlahiyyətlərə malik idi.
Aha, kansler parlament qarşısında cavabdeh məsuliyyət. idi. 1941-də Rıza Şahı devrəndən sonra İranda real hakimiyyət kimə keçmişdi? İranda real hakimiyyət parlamentə məxsus idi. Bəli, keçdi parlamentə. Böyük Britaniyanın nüvə silahı varmı? Bəli, nüvə silahına malik olan ölkə. Hazırda Hazırda bir kapital- də NATO-nun da özüdür. Hazırda kapital ixracına görə neçəncidir? Hazırda Amerikadan sonra ikinci yerdədir kapital ixracına görə. Ondan sonra da Fransadır. Ondan sonra da Fransa. Bəs 20-ci əsrin əvvəllərində kapital ixracına görə ikinci kim idi? Yox, birinci yerdə bu idi, ikinci yerdə Fransa idi. Bəs Yəni İngiltərə. birinci bəli İngiltərə idi, ikinci yerdə Fransa idi 20-ci əsrin əvvəllərində. Bəs iri kapital qoyuluşunun artımına görə Fransa nə vaxt Britaniya ilə ABŞ ötüb keçmişdi? 50-ci illərdə 4-cü Respublika dövründə onlar ötürü keçir. Bəs o Fransa nə vaxt neçənci respublikanın dövründə ən iri Avropada ərzaq ixracatçısına çevrilir? O da 5-ci Respublika dövründə. 5-ci 1980. respublikanın dövründə idi. Gələk Nixonun dövrünə, Richard Nixon dövründə. İqtisadi böhran var idi mi bunun dövründə? Bəli, həm iqtisadi böhran, həm də işsizlik böhranı var, amma ondan sonra gələn Reagan onu iqtisadi böhranla çıxır. Onda da əmək təqaüdlər artırılır, işsizlərə müavinət artırılır, yəni müavinətlər verilməyə başlanılır. Nixon dövründə müharibəsi, Vyetnam müharibəsi son xarici siyasətini Vyetnam müharibəsi təşkil edir və Vyetnam müharibəsi bu dövründə başa çatsa da, amma onun ölkədə nüfuzunu artırır. 1973-də. Demək, xarici siyasətində bu deyirik neynədi? Vyetnamdan qoşunların geri çıxartdı, məğlub kimi. Düzdürmü? Bir də bunun xarici siyasətində bayaqları Ailə müəllim dedi. Nə imzalanmışdı, kimlə? Deməli, sizin biri idi, bu deyəsən, Qarbaçovdan. Qarbaçov yox, ondan qabaq olan Leonid Brejnevdən 1972-də sizin bir silahların məhdudlaş Qarbaçovdan Reagan'da 1987-də orta və yuxarı mənzilli raketlərin ləğvi haqqında. Doğrudur. Bu müavinatların verilməsi, dedik, işsizliyə görə Richard Nixonda idi, düzdürmü? Bəs bu imkansızlara sosial müavinatlar Britaniyada hansı hökumətin dövründə verilmişdi? Böyük Britaniyada deməli, mühafizəkarların dövründə, ikinci dəfə olan mühafizəkarların dövründə. Yox, kimin dövründə deməli, işsizlərə nətər? İşsizliyə, imkansızlara sosial müavinatların verilməsi. O şeyin dövründədir, deməli, ikinci dəfə gələn 29-31 olan ikinci Labouristlərin dövründə. 24-29-da nə təşkil edildi Britaniyada? 1924-29-da. Mühafizəkarlar, ikinci dəfə mühafizəkarlar. Bəli, həmin o mühafizəkarın dövründə idi. 1924-29-da. Həmin o demişdi ki, pensiya yaşı endirilmişdi, imkansızlara sosial müavinat isə verilmişdi. Bu Britaniyada mühafizəkarların, Richard Nixonda isə işsizliyə görə müavinatlar neynəmişdi? Verilmişdi. Bu işsizliyə görə müavinatları ləğv edən kim idi ABŞ-da? Nixon verdi. Ondan sonra Reagan ləğv edir. Aha. Pensiya yaşı bu dedik mühafizəkarların hakimiyyət dövründə endirildi. Bəs yaxşı, hərbi xidmət yaşı kimin dövründə endirilmişdi? 19 yaşa endirilmişdi. Deməli bu Rusiyada da ikinci Aleksandr. AXC-də hərbi xidmət yaşı 19 endirilmişdi. AXC-də də vardı, bəli, ikinci hökumət dövründə 1918-ci iyun. Bəs ikinci Aleksandrın dövründə Rusiyada nə idi hərbi xidmət məsələsində? Orada desən 21 yaş olurdu. Bir də hərbi xidmət məsələsi, hərbi mükəlləfiyyətinə oldu. Hərbi xidmətin müddəti azaldılmışdı. Hə. Bir də hərbi mükəlləfiyyətinə ordu yaradılır, hərbi islahatına görə. Doğrudur. Ümumi hərbi mükəlləfiyyət əsasında orada yaradıldı 2-ci Aleksandr. Başqa bunu kim Osmanlıda yaradırdı? Başqa Yaponiyada kim yaradırdı? Ümumi hərbi mükəlləfiyyət əsasında yeni ordu. 2-ci Mahmud idi, samurayları ləğv edib şeydə yaradan Mutsixit idi. Mükəlləfiyyət əsasında hərbi mükəlləfiyyətdə müasir ordu ilə yaradan Mutsixit idi. Aha, Mutsixit o 2-ci Aleksandr, birdən Mahmud. Oxşar cəhət idi. Ümumi hərbi mükəlləfiyyət əsasında ordunun yaradılması, o dedi Mutsixit o 1-ci Aleksandr, Mahmud üçüncüsü oxşar cəhət hərbi nazirliyin yaradılması. Həmidə müəllimə. Bəli, buyurun. John Kennedy.
Aha, John Kennedy demək 1960-cı il prezident seçkilərində seçilir. Demokrat idi. 61-63-cü illərdə fəaliyyət göstərmişdi. Kuba, Karib, bir də Berlin böhranı onun dövrünə təsadüf eləyir. 63-də Moskvada saziş imzalanmışdı nüvə silahlarla bağlı. SSR, İngiltərə, ABŞ, amma narazıçılıqla qarşılanmışdı və sonradan öldürülmüşdü sui-qəsd nəticəsində. İlk katolik idi Amerika prezidenti kimi. Ondan sonra onun dövründə prezident seçiləndə belə bir nitqi var idi ki, demişdi ki, dövlətin sizin üçün nə etdiyi yox, sizin dövlət üçün nə etdiyiniz daha vacibdir. Bu da onun dövründə idi. Bir də sonra Yeni Hüdudlar adlı proqram sənədi qəbul etmişdi. O proqram sənədinə əsasən SSR ilə münasibətlərin qurulması, ABŞ-nin dünya dövləti kimi nüfuzunun saxlanılması, daha da artırılması, bunlar var idi Yeni Hüdudlarda. Aha. Demək bu sui-qəsd nəticəsində öldürülmüşdü, düzdürmü? Bəli. Bundan bir əsr öncə kim öldürülmüşdü sui-qəsd Bir əsr nəticəsində? əvvəldə Abraham Lincoln öldürülmüşdü. Lincoln öldürülmüşdü. Bu dedik ki, ilk dəfə konqresdə qaradərilərə seçki hüququnun verilməsi məsələsini kim qaldırdı? Bu eləməmişdi. Bunu Harry Truman eləmişdi. Amma bu Harry Truman eləyir. Mən elə düşünürəm ki, bu Lyndon Johnsonun dövründə həyata keçir. Bir də bu Kennedy'nin dövründə nə var idi? Demək, qaradəriləri universitetə buraxmamışdılar. O ordu ilə müdaxilə etmişdi buna. Aha, qaradərilərin universitetlərə buraxılmadığı ərazilərə müdaxilə eləmişdi. Qaradərilərin haqlarına, hüquq bərabərliyini təmin edən isə düz deyirsiniz. Hansı olacaq? O Lyndon Johnsonun dövrünə düşəcək. Dövründə idi. Bu enerji böhranı kimin dövründədir? Enerji böhranı. Bəli. Enerji böhranı başladı onun dövründə. Hansı ABŞ prezidentinin? Kimdən? Lyndon Johnsondan sonra kim gəlir? Richard Nixon gəlir də Johnsondan Nixon sonra. dövründə həm iqtisadi böhran olur, həm də enerji böhranı. O 70-ci illər böhranı deyirsiniz müəllim. O enerji, o neftlə bağlı, neft şokunu. Bu başqa biz deməli bu Afroamerikalılarla məsələlərə gəlsək, digər məsələlərə. Birinci biz demişdik ki, bu ABŞ konstitusiyasında onlara hüquqlar verilmişdi. Xeyr, birinci ümumiyyətlə ABŞ konstitusiyası 1787-də qəbul olunmuşdu. Orada belə əhalinin aşağı təbəqəsidir, qadınlardır. Bir də bu Afroamerikalılarla bağlı hər hansı bir hüquq yox idi. Səs vermədə falan iştirak eləyə bilməzdi onlar seçkilərdə. Sonra hansı qanuna görə quldarlığı ləğv eləmişdilər ABŞ-da? Sonra bu nədir? Abraham Lincolnun dövrünə düşəcək də 1863-cü ildə ləğv olunacaq. 62-də azad olma haqqında qanun 63-də də quldarlığı 62 yanvarın 1-dən də qüvvəyə minəcək və ləğv olunacaq. Bəs hansı ABŞ prezidenti quldarlığı ləğv eləmək istəyirdi, ləğv eləyə bilməsə də quldarlığı gətirməsi qadağanlanmışdı? Demək bu 1800-cü il seçki, 1801-ci il seçkilərində keçdi. Thomas Jefferson. Bəs Şərqi Asiyada mühacir axını qadağan edən kim idi? Bəli, Şərqi Asiyada mühacir axını qadağan etmişdi. Digər ölkələrdən isə məhdudiyyət qoymuşdu. Bu düşür Calvin Coolidge'in dövrünə. Bəs bu Herbert Hoover var idi. Onun daxili siyasətinə əsasında iqtisadi böhran baş vermişdi. O ümumiyyətlə kasıbçılıqla bağlı, yoxsulluqla bağlı istəmişdi nəsə eləsin, amma yəni bacarmamışdı. Bu dünya böhranı buna imkan verməmişdi. Herbert Hoover idi o, düzdürmü? Bəli, bir də onun dövründə Almaniyadan alınan təzminat 32-də dayandırılmışdı. Bir də onun daxili siyasətində demişdik, nələrin yeniləşməsi təşkil edirdi? İnzibati orqanları, dövlət orqanları. İnzibati dövlət orqanlarının yeniləşməsi prosesi həyata keçirilmişdi. Biz dedik, yoxsulluğa aradan qaldırmaq üçün plan hazırladı bu Hoover, amma həyata keçmədi. Bunu 20-ci əsrin ikinci yarısında hansı ABŞ prezidenti hazırlamışdı, o da həyata keçirilməmişdi. Lyndon Johnson etmişdi, o da alınmamışdı, uğurlu olmamışdı bu müharibəyə daxil olurlaraq, Vyetnam müharibəsi. Lyndon Johnson bir dənə də cəmiyyət yaratmaq istəyirdi, onu da alınmamışdı. Bəli, alternativ deyə bu SSR-dəki olan cəmiyyətə, kommunist cəmiyyətinə alternativ bir cəmiyyət qurmaq istədi, amma bu da yəni baş tutmamışdı.
Günel müəllimə. Bəli. Reagan dövrü. Ronald Reagan dövrü 1981-88-ci illərə əhatə edir. Onun yaratdığı proqram Reaganomics adlanır. SSR ilə müharibə, SSR-in şər imperiyası adlandırırdı. Sonra Birinci daxili siyasətində Reagan. Daxili siyasətində işsizlərə verilən müavinəti qadağan elədi, ləğv elədi, belə deyək. Aha. Sonra bir də demişdik ki, az gəlirli ailələr nə etmişdi? Onlara artırmışdır. Az gəlirli ailələri vergidən azad eləmişdi. Az gəlirləri vergilərdən azad elədi. İşsizliyə görə müavinətləri də ləğv elədi. Varlı əhali üzərinə vergilərin qoyulması desə isə Barack Obama-daydı. Bəs müharibə xərci adlanan vergilər kimin dövründə tətbiq edilmişdi? Hansı ərazidə? Yəni bu Azərbaycandaydı. 1905-11 məşrutə inqilabı dövrünə aiddir. Aha. Bir də dedik ki, Reaganın iqtisadi sahədə büdcə xərclərini azaltdı. Özəl sektorda, iqtisadiyyatda dövlət nəzarətini isə zəiflətmişdi. Aha. O da həmçinin dedik ki, enerji böhranı başlamışdı Nixonun dövründə. O enerji böhranını da həll eləmək üçün neft üzərində dövlət nəzarətini ləğv eləyir. Neft üzərində dövlət nəzarətini ləğv eləmişdi. Xaricdən ölkəyə gələn neftin həcmini nə etmişdi? Artırmışdı. Görürsün, nəzarətləri ləğv eləyir bu. İri kapitala qoyulan vergiləri kimlər azaltmışdı? Napolyon azaltmışdı. Bir nəfər də var idi. Bir də elə ABŞ tarixində idi. Bəli. Bir də ABŞ tarixində idi. ABŞ tarixində kim dövrünə düşürdü? Napolyonun dövrünə düşürdü, bəli. İri kapitala qoyulan vergiləri azaltmışdı. Napolyonun Calvin Coolidge. Bir də bunun dövründə deyirdik ki, ilk dəfə fərdi kompüterdir. Reagan dövründə mobil telefon şəbəkəsi aiddir. İlk kompüterlər amma dedik 2-ci Dünya müharibəsi dövrünə aiddir. Bu az gəlirli ailələr vergilərdən falan azad etdi, amma hansı xərcləri artırdı dedik? Bu büdcə xərclərini azaldır, az gəlirli əhali də vergilərdən azaldır, amma o işsizliyə görə büdcədən hərbi xərcləri də artırır. SSR ilə silahlanmaya görə hərbi xərcləri artırmışdı. Brejnevlə də oxşar cəhət idi. Həmçinin Balabuşla demişdi, oxşar cəhət idi. Demək, büdcə xərclərini azaltdı, hərbi xərcləri isə artırdı. Həmən bu Reagan. Gələk indi onun xarici siyasətinə. Xarici siyasətində də əsas, yəni Rusiya SSR ilə müharibə dövrüdür, soyuq müharibə. SSR-ni şər imperiyası adlandırır və onun proqramı var idi xarici siyasətində. Ulduzlar müharibəsi, strateji silahların müdafiə təşəbbüsü. 87-ci illərdə də onlar arasında müqavilə imzalayır. Yaxın və orta mənzilli raketlərin ləğvi haqqında müqavilə. Bu da yaxşı təsir göstərir. 87-də bəli. Doğrudur. O da demişdi ki, Avropada, Qərbi Avropada orta mənzilli raketlər nə etmişdi? Yerləşdirmişdi Reagan. SSR bunun hansı dövrdən etibarən daha da kəskinləşdirmişdi? O Qərbi Avropada raketlər yerləşdirdi deyə soyuq müharibədə yeni mərhələ başladı. O hadisələr qızışdı. Mülayimləşmə artıq sona çatdı. Ona vaxt idi. 70-ci illərin hansı hissəsindən? 70 sonunda da müəllim Əfqanistana qoşun yeritdi deyə. 20-ci əsrin 70-ci illərinin sonunda deyildi, SSR Qərbi Avropada orta mənzilli raketlər yerləşdirirdi və həmçinin Əfqanistana qoşun yeritmişdi. ABŞ-la onun münasibətləri daha da kəskinləşmişdi. Nəticədə də ABŞ Moskvada keçirilən Olimp oyunlarına boykot elan edib. Boykot etmədi 80-ci ildə. Boykot etdi. Həmçinin həmən deyirdik ki, ABŞ-a digər taxıl ticarətidir. Bunlar isə qadağa, embargo qoyulmuşdu. 62-ci ildə qadağan olundu. SSR-yə qadağa qoyulmuşdu. Şər imperiyası adlanırdı da bu SSR-nin, düzdürmü Reagan? Reaganın bir dənə siyasəti var idi, Theodore Roosevelt-lə oxşar idi. Hansı idi o? Böyük dəyənək siyasəti. Böyük dəyənək siyasəti. Böyük dəyənək siyasəti sanki bunun dövründə daha sərt formada həyata keçirilmişdi.
Atabushun dövrünə gələk. Dedik hara müdaxilə elədi Atabuş? Dedik Panamaya. daxili siyasətdə Reaganın siyasətini davam etdirdi, sanki Reagan kimi ola bilmədi. Amma Uğurlu xarici ola bilmədi. siyasətdə uğurlarını davam elətdirə bilmədi, bəli. Daxili siyasət davam etdirmədi. Xarici siyasətdə isə uğurlu oldu. Hansı ərazilərə müdaxilə etdi o? Panamaya müdaxilə elədi 80-ci illərdə, 89-da. Aha. Bunun dövründə Almaniya birləşdi. Sonra bir də Səhrada Tufan müharibəsi də, yəni 1990-91-ci illərdə Bunun dövründə idi. Atabushun Atabuşun dövründə idi. həm də soyuq müharibə bitdi bunun dövründə. Bunun dövründə həmçinin Atabuşun dövründə soyuq müharibə bitdi. O dünyada tək qütblü dünya nizamının qurulduğu ifadəsi var. Elə onu da bu işlətmişdi Körfəz müharibəsində. Ata George Bush. Reaganın daxili siyasətdə dediyi proqramı necə idi? Necə adlanırdı? Reaganomika adlanırdı və bu nəticəsində də dedik ki, artıq iqtisadi böhranı dayandırdı, iqtisadiyyatı yüksəltdi, inkişafın. İşsizliyi də aradan qaldırdı. SSR-də demək Nikita Xruşovu dedik biz Brejnevin dövrü. Brejnev nə vaxt hakimiyyətə gəldi? 64-82. 64-82. Bunun dövründə dediyi o şəxsiyyətə pərəstiş var idi. O dayandırıldı, düzdürmü? Yoxsa tənqidi dayandırıldı? Xruşovun dövründə dayandırıldı, Brejnevin dövründə yenə də artırıldı. Şəxsiyyətə pərəstiş tənqidi dayandırıldı, yenidən şəxsiyyətə pərəstiş davam etdirildi, düzdürmü? Bəli. Bunun dövrü deyildi, durğunluq dövrüdür. Bunun dövründə də dünya iqtisadi böhranı baş verdi, düzdürmü? Dünya iqtisadi böhranı baş verir, bəli, 70-ci illərdə. Bəli, bunun da dövrü dünya iqtisadi böhranının başladığı dövrə təsadüf eləyir. Həmçinin bunun dövründə deyirdik ki, desin bunu Günlar müəllim, hansı ərazinin neft mədənləri mənimsələndi? 70-ci illərdə. Mənimizlə 20-ci əsrin 70-ci illərində hansı ərazilərdə yeni neft yataqları aşkar edildi Brejnevin dövründə? Sibirdə. O, neftdən qazandığı pulu daha çox hansı sahəyə xərcləyirdi? hərbi sahəyə xərcləyirdi. Hərbi sahədə xərcləyirdi. Ona görə də iqtisadi vəziyyəti pisləşmişdi. Düzdürmü bunun? Bəli. Biz də onun xarici siyasətində dedik ki, 1972-də ABŞ-la hansı müqaviləni imzaladı? Orada 72-də idi də o SM1 müqaviləsi, düzdür? bəli. SM1 müqaviləsini imzalayırdı. Bu müqaviləyə görə strateji silahların məhdudlaşdırılması haqqında müqavilədir. 82-də isə dedi artıq bu gedəcək hakimiyyətdən. Bu həmçinin xarici siyasətində demişdik, Brejnev hansı ölkəyə müdaxilə eləmişdi? Əfqanistana girmişdi 79-da. 1979-da Əfqanistana. 1979-da onun Əfqanistana qoşun yeritməsinin səbəbləri nələr idi? Elə bir ki, onun səbəbləri onların yayılması, orada İslam dininin, ərəblər orada dinin digər bunlarda Rusiyanın tərkibində olan dövlətlərə təsirinə görə. Demək, oxşar cəhət idi nə? Daha doğrusu Əfqanistana qoşun yeritməsinin səbəbi nə idi? Biri ölkədə olan uğursuzluqlardan xalqın diqqətini yayındırmaq, bir də Mərkəzi Asiyada həmin o Əfqanistanda yayılan İslamçılığın Mərkəzi Asiyada yerləşən SSR-dən asılı olan dövlətlərə təsirinin qarşısını almaq idi. Düzdürmü? Əfqanistana 79-da qoşun yeridəndə Əfqan ordusuna kömək eləmişdimi ABŞ ordusu? ABŞ ordusu pislənmişdi, bəli. Kömək etmişdi. Əfqanistandan qoşunun çıxardılması isə kimin dövrünə təsadüf eləyirdi? 89 olanda Qarbaçovun dövrüdür. Bir də bu əhalinin ölkədə olan uğursuzluqdan diqqətini yayındırmaq üçün başqa bir hökmdar da müharibə elan etmişdi. Başqa bir ölkəyə. O hansı məsələ ilə bağlı idi? Demək, başqa bir ölkədə iqtisadi böhran baş verir. O iqtisadi uğursuzluqlardan əhalinin diqqətini yayındırmaq üçün Almaniya Prusiyaya qarşı müharibə elan etmişdi 1870-də. 3-cü Napolyon idi. Napolyondur, bəli. Gələk Qarbaçovun dövrünə 1985-də gəldi. Bir də Əfqanistana müdaxilə edilməsin, biz deyirik ki, Əfqanistana müdaxilə edilməsin. 20-ci əsrin 70-ci illəri SSR
21-ci əsrin 1-ci 10 illiyi ABŞ tarixi üçün nədir? Oxşar cəhətdir. 79-2001. Qarbaçov da dedik 1985-də gəldi. Neçənci ilə kimi davam elədi onun hakimiyyəti? 91 kimi olacaq. Onun dövründə aşkarlıqdır, sürətləndirmədir, yenidən qurmadır. Uğursuz olacaq siyasəti. Aha, uğursuz olacaqdı. Düzdürmü? Bu hansı tədbirləri həyata keçirəcəkdi? SSR belə deyək də, siyasətinə yad olan tədbirlər idi. Dedik ki, xüsusi sahibkarlığa nə edəcək bu? İcazə verirdi, onların işlərinə icazə verəcək. İcazə vermişdi. Sonra bu kadrları ixtisar elədi. Kadrların ixtisarı da nəyə gətirib çıxartdı? Bu da pis vəziyyət. İnflyasiya, deyib ki, dağılmasına, SSR-in dağılmasına gətirib çıxardacaq. Sonra talon sistemin bərpası var idi onda. Kadrların ixtisarı gətirib işsizliyə səbəb olacaq. Düzdür? Aha. Ərzaq məhsullarında qıtlıq yaranır deyə, böhran təhlükəsi yaranır deyə talon sistemini tətbiq eləyir, bərpa eləyir. Düzdürmü? Həmçinin bunun dövründə tətil hərəkatları da artır elə bu sərt siyasət nədir bu? Yeritdiyi uğursuz siyasətlərə görə. Həmçinin bunun dövründə deyildi 1986-da harda atom stansiyası. Ukraynada Çernobıl hadisəsi. Ukraynada atom qəzası baş verirdi. O Çernobıl atom elektrik stansiyasında 1986-cı ildə. Elə bunun dövründə deyirik ki, SSR-dən ilk olaraq hansı ərazilər ayrılacaq, tərkibindən çıxacaq? Baltikyanı ölkələr çıxacaq da birinci tərkibindən. 1990-cı ildə Baltikyanı ölkələr SSR-in tərkibindən çıxırdı. Düzdürmü? Həmçinin o Baltikyanı ölkələrdə, Qafqazda müstəqillik meylləri də güclənmişdi. 1990-da Azərbaycandan hansı muxtar ərazi SSR-in tərkibindən çıxması haqqında qərar qəbul eləmişdi? Naxçıvan, yanvarın 19-u. Bəli, 1990-ın yanvarın 19-u çıxması haqqında qərar qəbul eləyirdi. 1990-ın noyabrında isə Naxçıvan MSR adından Sovet Sosialist sözü çıxarılırdı. 90-ın noyabrında. Uğursuz avqust qiyamına vaxt olurdu burada. O da 91-ci ildə olur. Elə avqustda da, aynı avqustda adından göstərdiyi kimi. 91-in avqustunda olmuşdu. Bu da uğursuz olmuşdu. Qarbaçovu devirmək üçün. Bu 1917-nin də avqustunda olmuşdu. Düzdürmü? SSR-də qiyam. Daha doğrusu SSR-də deyənlər orada. Rusiyada deyərik. 1917-də. Orada da avqust qiyamı olmuşdu mu? 1917-də bəli şey olmuşdu. Sentyabrın 1-də respublika olacaq da. Bəli, 1917-nin avqustunda Kornilovun qiyamı olmuşdu. Yatırılmışdı. Sentyabrın 1-də 1917 sentyabrında Rusiya respublika elan edilmişdi. O uğursuz oldu qiyam. Burada 1991-ci ildə də avqust qiyamı var idi. O da uğursuz olmuşdu. SSR faktiki olaraq fəaliyyətini nə vaxt dayandıracaq? 91-ci ildə dayandırır da ilin sonuna. Aha. Dekabrın sonuna da dekabr. Yarandığı vaxtda da həmən ayda da gedir. Həmən o Qarbaçovun istefa verməsi ilə, düzdürmü? Bəs yaxşı, 1991-in dekabrın 8-də nə yaradılmışdı? 91-ci il dekabrın 8-də. Bəli. Dekabrın 8-də hansı ölkədə yaradılmışdı? 1900-də hansı təşkilat yaradıldı? Azərbaycan da 1993-də qoşuldu. MDB. Müstəqil Dövlətlər Birliyi yaradıldı. Ukrayna, Rusiya özü idi. Bir də Belarusiyada yaradılmışdı, elə Belarusiya. Belarusiya xəritədə neçədir? Belarusiya burada demək 27. 27 ərazisidir. Belarusiyada gedən mübarizədə kim hansı Azərbaycanlı qəhrəman mübarizə aparıb Sovet İttifaqı qəhrəmanı adını almışdı? Əzaslanov ikinci dəfə Sovet İttifaqı qəhrəmanı bu Belarusiyada apardığı mübarizəyə görə alacaq. Ona nə vaxt veriləcək fərman? İkinci dəfə Sovet İttifaqı qəhrəmanı. 91-də veriləcək. 1991-ci ildə. Rusiya hansı müqaviləyə görə Belarusiyanın bir hissəsinə sahib oldu? Hansı hadisədən sonra bütün Belarusiya sahib oldu? O 67-ci ildə, 1667-də. Doğru. 1667 müqaviləsində Belarusiyanın bir hissəsi idi. 95-də də hamısı. Doğrudur. 1795-də də Respospolitanı bölüşdürürlər. Hansı dövlətlərlə? Orada sol sahil Ukraynası var idi da. Yox, hansı dövlətlərlə? Avstriya, Prusiya ilə bölüşdürən zaman 1795-də bütün Belarusiyanı SSR tərkibinə qatırdı. Həmçinin o
Sağ sahil Ukraynanı keçirmişdi, sol sahil Ukraynanı da burada ələ keçirirdi. 95'te kesildi. Nuriyə müəllimə, Bəli müəllim, salam, buyurun. Rusiya Gürcüstana nə vaxt müdaxilə elədi? Ha, bu 5 günlük müharibə adlanır müəllim 2008-ci ildə. 2008-də. ...2008-də müdaxilə eləyərdi Gürcüstana və Gürcüstan 20% ərazisini neynirdi bununla da? İtirirdi, düzdürmü? Rusiyanın Gürcüstana müdaxilə eləməsi artıq ABŞ-ın deyirdi ki, rəsmən dünyada təşkilatlı dünya nizamının sona çatdığını Yeni zəifləməsinə səbəb olur. Bəli. Rusiya-Ukrayna müharibəsi nə vaxt başlamışdı? Rusiya-Ukrayna müharibəsi 2022-dir müəllim. 2022. 2022-nin aprelində idi. Daha doğrusu fevralında idi. 2022-nin fevralında. Deyə bilərik 2022-nin fevralında İlham Əliyev Moskvaya səfər eləmişdi. 2022-nin fevralında. Xeyr müəllim, bilmədim. Eləmişdimi? Digər müəllimlə. Münhen idi, konfrans idi müəllim. Moskva bəyannamesi Yox, deyildi Münhen müəllim. yox. 2022-nin fevralında elə Moskva bəyannaməsini gedib imzalamışdı. 20-nin fevralı idi, onda Münhen. Hə, Münhen Təhlükəsizlik Konfransı 1920-nin fevralı idi. Bəli, bildim. Nuriyə müəllimə, ABŞ hansı planlara görə, daha doğrusu Türkiyə hansı planlara görə ABŞ-dan yardım almışdı? Hərbi iqtisadi yardım. Aha, belə. Deməli 1947-ci ildə Truman doktrinası idi. Bir də 1948-ci ildə o Marshall planına görə. Truman doktrinasına görə bir də Marshall planına görə ABŞ Türkiyəyə yardımlar eləmişdi. Türkiyə BMT-yə nə vaxt qoşuldu? Türkiyə deməli biz dedik 2-ci Dünya müharibəsində bu kənar qaldı. Yəni Tədricili siyasəti yeritdi. Amma sonda Almaniya və Yaponiya müharibə elan edəndən sonra bir də bu Koreya müharibəsində iştirak elədiyi Amerikanın yanında. Hardasa 50-ci illər. 53-də. Baxın, Türkiyə BMT-yə qəbul edilmək üçün 1945-in fevralında Almaniya ilə Yaponiya müharibə elan eləyir. 1945-in iyununda elə BMT yaradılanda ona qəbul olur. 1945-də. Həmin vaxtda qoşulur. Sonra elə də Amerikanın yanında olur da. Sonradan 1952-də deyirik ki, NATO-ya qəbul olunmaq üçün Koreya müharibəsinə qoşulur. Və ona görə də 1952-də NATO-ya üzv olacaq. NATO-ya qoşulur, aydın. Bu İsmət İnönü nə vaxt prezident seçiləcək? İsmət İnönü gəlir hardasa 45-ci ildən sonradır da, deməli 2-ci Dünya müharibəsindən sonra 50-ci illərin sonuna qədər, 50-ci illərə qədərdir. Atatürk nə vaxt öldü? 38-ci ildən gəlir. 38-dən gəlir, düz demokratlar hakimiyyətə gələnə kimi. Yəni Cəlal Bayar kimi. Cəlal Bayarla Mendelisin dövrünə qədər. Yəni 1950-yə kimi, düzdürmü? 50-yə qədər. 1938-dən 1950 oldu İsmət İnönünün hakimiyyəti illəri. Bunun dövründə torpaq islahatı həyata keçirildimi? Torpaq islahatında qanun. Bu əvvəl verdi, torpaq haqqında qanun verdi. Hətta belə bir deməli qərar verdi ki, kimdə hansı ki bu iri torpaq sahibləri var, o 500 hektar məsələsi. Amma deməli hələ bu yüksək təbəqənin narazılığına görə tam həyata keçirə bilmədi, elə bilməli. Bəli, doğrudur. Uğursuz oldu bunun torpaq islahatı 1945-də idi. Bu elə bir ki, varlılar torpaqlarını vermək istəməmişdi. Varlı kəndlərə görə o nədir bu bələdiyyələrdir, digər dövlət orqanlarında işçilərdir. Bu Azərbaycanda torpaq islahatı nə vaxt keçirilmişdi? Deməli Azərbaycanda olub 1996-cı ildə. Bizdə də o bölündüyə bələdiyyə torpaqları, sonra dövlət torpaqları, sonra yəqin ki fərdi torpaqlar. 1996-da demək Azərbaycanda idi, 1945-də isə Türkiyədə idi. Dedi bu torpaq islahatı nəticəsində yalnız dövlət torpaqlarının bir hissəsi kəndlərə verilmişdi. O xüsusi sahibkarlar var ki, onlar torpaqlarını vermədilər.
Bu İranda da var idi. 20-ci əsrlərin 80-ci illərində demişdim, 1981-də İranda torpaq islahatı keçirilir. Orada da millət vəkilləri torpaqların verilməkdən imtina eləmişdilər. İmtina etdilər, bəli. Dedi, 2-ci Dünya müharibəsindən sonra Türkiyədə digər partiyaların yaradılmasına da icazə verildi və çox partiyalı sistemə keçildi. Demək, İsmət İnönü'nün dövrü ilə Rusiyada Boris Yeltsin üçün oxşar cəhətli çox partiyalı sistemə keçilməsi. Çox partiyalı sistemə keçilməsi və 1950-də də dedik Demokrat Partiyası yaradıldı. Onun prezidenti kim olacaq? Amerika meyilli siyasət yeritdilər. Aha. Cəlal Bayar prezident, 10 il oldular da bunlar hakimiyyət ikisi də. Adnan Menderes isə baş nazir. Hərbi çevrilişə qədər bunlar oldular. İndi bu demokratların daxili siyasətin əsasını nə təşkil edirdi? Xarici siyasətin əsasını nə təşkil edirdi? Daxili siyasətin əsasını dedik ki, iqtisadi sahədə dövlət nəzarətini nə edirdilər? Azaldırdılar. Bunlar azaltdılar, demokratlar, bəli, bunlar azaltdılar. Sonra? Xarici dedik də, yəni burada. Sonra dedik ki, proteksionist siyasət var idi. Ondan imtina elədilər. Bəli, xarici, yəni malların ölkəyə idxalının qarşısını almaq. Yox, yəni xarici kapitalı ölkəyə daha da istəyirdilər ki, ölkədə xarici kapital olsun. Bəli, bunlar qapalıdan imtina etdilər. Yəni qapalı sistemdən artıq imtina edilirdi. Xarici siyasətdə isə deyirik ki, ABŞ-a meyil gücləndi, həmin o NATO-ya neynədi? Qoşuldu. NATO-ya qoşuldular, ABŞ yanında, yəni onlar da iştirak elədilər Koreya müharibəsində. Hərbi çevrilişlərin başlanğıcı deyirik nə vaxt qoyuldu Türkiyədə? Onlarda 60-cı illərlə 80-ci illərdə oxşarlıqdır. 60-cı illərdə oldu hərbi çevriliş. Elə onlar konstitusiyada qəbul elədilər gələndən sonra 61-ci illərdə. Bu dövrdə yəni belə yaxşı, normal hesab etmək olar da. Çünki burada Konstitusiya məhkəməsi yaradıldı ki, burada dedilər ki, deməli, icraedicinin elə bir şey mövqeyin aşağı saldılar, icraedici qurumun. Yəni, hakimiyyət bölgüsü baş verdi. Bəli, 61 Konstitusiyasına görə. Bənövşə müəllimə. Hələ səs gedib çatmayıb, yəqin internet çox zəifdir. Bənövşə müəllimə. Bu qrupdan digər müəllim kim qalıbdı? Seymur müəllim. Müəllim, buyurun. İraq 20-ci əsrin 50-ci illəri, Türkiyə 20-ci əsrin 60-cı illəri oxşar cəhət nədir? Nə götürə bilərik? Hərbi çevrilişin baş verməsi. Hərbi çevrilişin baş verməsi. O konstitusiyanın mahiyyətini bir daha təkrar edin zəhmət olmasa. Türkiyədə 61 konstitusiyasının. 1961-ci il konstitusiyasında Konstitusiya Məhkəməsinin yaradılması idi. İcra hakimiyyətinin səlahiyyətlərinin məhdudlaşdırılması idi. Yəni məhkəmənin ikinci qolu olaraq birinci təsbit olunması idi. Mətbuat azadlığı genişləndirilirdimi? Bəli, mətbuat azadlığı genişləndi, icra hakimiyyətinin səlahiyyətləri isə məhdudlaşdırıldı. Aha. Həmən o belə azadlıqlar nəticəsində də dedik ki, Türkiyədə həmən o konstitusiya nəticəsində sol təməllüllü təşkilatlar formalaşdırıldı. Düzdür? Bəli. Bəs o Türkiyədə neçənci illərdə o sağlarla sollar arasında, sağ və sol təməllüllü təşkilatlar arasında mübarizə olacaq, silahlı mübarizə. Onlar arasında o siyasi mübarizənin silahlı mübarizəyə çevrilməsi 1970-ci illərdə baş verdi. 70-ci illər, yəni sağlar deyirdik mühafizəkar millətçi, sollar sosialist kommunistlər, düzdürmü? Bəli. Aha. Bəli. Bu Çində millətçilərlə kommunistlər arasında nə vaxt mübarizə getmişdi? Onlar 1945-49-cu illər idi. Deyir, 2-ci Dünya müharibəsi dövründə hətta müharibəni belə dayandırıb, artıq vətəndaş müharibəsini dayandırıb,
onlara qarşı mübarizə aparırdı. Sonra da öz daxillərində vətəndaş müharibəsində davam etdirdilər. Başa çatdılar. 1945-49 içində vətəndaş müharibəsi zamanı. Türkiyənin 20-ci əsrin 70-ci illərindən 90-cı illəri üçün oxşar ola bilərmi terror təşkilatlarının fəallaşması? Bəli, PKK, şiit, Asalı. Oxşar cəhətdir. Sonra korrupsiya hallarının baş verməsi, ədalətsizlik, korrupsiya hallarının baş verməsi 20-ci əsrin 90-cı illərində Türkiyədə var idi. Bir də elə deyirik ki, Rusiyanın özündə də var idi mi bu? Boris Yeltsin dövründə var idi. Korrupsiya qarşı mübarizə aparmışdı. Putin isə gəlib o korrupsiyaya son qoyacaq artıq. Bu Erdoğan nə vaxt baş nazir seçildi, nə vaxt prezident? Və onun baş nazir seçilməsini qeyd edirik. 2003-cü ildə idi, səhv eləmirəmsə. 2002 Ədalət İnkişaf Partiyası gəldi. 2003-də baş nazir, sonra da prezident seçilir. 2014-də isə prezident seçilmişdi. 2014-cü ildə. ABŞ-da Harry Truman'ın dövrü. Amerikada Harry Truman dövrü 1945-53-cü illəri əhatə edir. Demək, adam Roosevelt'in yeni xətt siyasət davamı olan ədalət proqramını elan etdi. Daha sonra orada ədalətli xətt proqramında oradan tərxis olunanları işlə təmin edilməsi idi. O cümlədən də ki, belə deyək ki, istehsalın səhv eləmirəmsə, yenidən bərpası idi sənaye müəssisələrinin. Ki, var idi orada Truman Tar Partili qanunu qəbul olmuşdu 47-ci il. Orada da deyir ki, Həmkarlar İttifaqı Tar Partili qanunu. Həmkarlar İttifaqının fəaliyyətini, əmək münasibətləri ilə tənzimləmək idi. Sonra digər bir məsələ, bir də qeyd edərik, mühafizəkar dövlət aparatında da Milli Təhlükəsizlik Şurası Mərkəzi Kəşfiyyat Dairəsinin yaradılması idi. Başqa. Demək, daxili siyasətdə dedik ki, Taft-Hartley qanunu qəbul edildi. Düzdür, 1947-də. Həmkarlar İttifaqı üzərində dövlət nəzarəti gücləndirildi, əmək münasibətləri tənzimləndi. Bir də dedik ki, müəyyən edilmiş vaxtdan fərqli illərdə nə etmək? Tətil etmək qadağan edilirdi. Bəs 1946-cı ildə başqa bir ölkədə də işçilərin Həmkarlar İttifaqı üzərində nəzarəti artırılırdı. Hansı ölkə idi o? 1946-cı ildə. Bundan bir il öncə, bəli, 1946-da qəbul edilmiş qanuna görə işçilərin Həmkarlar İttifaqı vasitəsilə dövlət müəssisələrinin işinə nəzarət etmə hüququ verilmişdi. Azərbaycan SSR dövründə idi, deməli. Yəni bu Azərbaycanda 1946-da qəbul edilmiş bir qanundur. Əmək haqqında qanun may ayının 12-si. 1946-da əmək haqqında qanuna görə Pişəvəri Milli Hökumətinə aid idi. Demək, deyilirdi ki, orada işçilərə Həmkarlar İttifaqı vasitəsilə dövlət müəssisələrinin işinə nəzarəti artırılmışdı. Orada sahibkarların fəaliyyətini məhdudlaşdırılması, belə şeylər də var idi məncə. Həmçinin orada aqrar sahədə qanuna görə nə demişdik? Demişdik, torpaqlar kəndlər arasında nə etməli idi? Bölüş torpaqlar, kəndlər torpaqla təmin edilməli idi. Bu torpaqlar da dövlət torpaqları, həmçinin hökumətə tabe olmayan mülkiyyətçilərin torpaqları hesabına edilməli idi. Aqrar qanununa görə. Truman'ın daxili siyasətini deyək. Bunun dövründə bir də dedik ki, əhalinin rifahı yaxşılaşdırdı. Düzdürmü? Firavanlıq dövlət deyəndə biz Truman dövrünü deyirik. Konstitusiyada düzəliş edilmişdi. O konstitusiyada düzəlişdə nə deyilirdi? Konstitusiya düzəlişdə deyilir ki, heç kim 2 dəfədən artıq prezident seçilə bilməz. Ancaq o cür də 1948-ci ildə prezident seçilir. Hətta orada ilk dəfə olaraq belə bir cümlə də var idi. Deyir, azgərli ailələr üçün mənzil tikintisini həyata keçirən əhali Truman idi. Daha sonra 48-ci ildə prezident seçiləndən sonra bunu artırır artıq. Sığorta ödənişlərini də tənzimlədi, iqtisadiyyatın davamlı inkişafını təmin elədi. Bəli. Baxın, demək, azgəlirli ailələr üçün mənzil tikintisi üçün vəsaiti artıran Truman idi, azgəlirli ailələri vergilərdən azad edən Reagan idi. Ronald Reagan. Bir də bunun dövründə o dedik kəşfiyyat idarəsi yaradılır, o Milli Təhlükəsizlik Şurasıdır. Həmçinin bir də kommunizmə qarşı mübarizə də var idi burada. Dövlət səviyyəsinə qədər yüksəlmiş. O McCarthy var idi, onun təşəbbüsü ilə müxalifətə qarşı mübarizə gücləndirilmişdi. Bir də dedik ki, o Afroamerikalılara seçki hüququ verilməsi məsələsini neynəmişdi? İlk dəfə olaraq tələb edirdi. Mülki bərabərlik olmasa da belə
heç olmasa seçki hüququ verilsin, çünki onlar müharibə dövründə də daha çox əziyyət çəkiblər. Ancaq bunu Lyndon Johnsonun dövründə həyata keçirilir. O da könüllü yox, məcburi olaraq həyata keçirilir. Çünki orada Martin Luther King qətlə yetirildi. Ondan sonra ölkədə vəziyyət qarışır. Dedik, bunun dövründə bu sığorta ödənişləri tənzimləndi. Bəs Britaniyada hansı hökumətin dövründə sosial sığorta sisteminin tətbiqi nəzərdə tutulmuşdu? Sosial sığorta sistemi o səbəb önəmsə Churchillin hakimiyyəti dövründə idi. Clemenetli idi, mən Labouristlər eləmə. Leyboristlər idi, düzdür. Hansı leyboristlər? Bildim. Şeydəydi. Sığorta ödənişlərinin tənzimlənməsi 2-ci Labourist hökuməti dövründə idi. 2-ci Leyborist hökuməti neçənci illər əhatə eləyirdi? 1929-31-ci illər. 29-31. Onların dövründə idi. O əhalinin böhran rayonlarından köçürülməsidir, ictimai iş yerlərinin açılmasıdır. 2-ci Leyborist hökumətinin dövrünə düşürdü. Bənövşə müəllimə, Bəli. yatmışdınız. Yox, müəllim, Allah haqqı inanmayasınız. Yenə nənəm çağırdı. Nənəm çağırdı. Hə, indi çıxdım otaqdan gəlir kimi bir də gördüm Günəş müəllimə yazıb ki, hardasın, mənim sizi çağırır. Bugün müəllimlər də bilir, tez yazırlar. Lyndon Johnson hakimiyyəti dövrü. Lyndon Johnson müəllim 63-də gəlir, Kennedy'dən sonra 69-a qədər də hakimiyyətdə olub. Dedik, o 2 dənə planı var idi, heç biri həyata keçirilməmişdi. Hansılar idi onun planları? Müəllim, bu sosializmin alternativi cəmiyyət yaratmaq istəyirdi, onu həyata keçirə bilmir. Aha. Bəs ABŞ sosializmə qarşı mübarizəsini dəstəkləyən kim idi? Sosializmə qarşı mübarizəsini dəstəkləyən idi, Thatcher idi. Thatcher idi, Reagan dəstəkləyirdi, düzdür? Reagan da ona kömək eləmişdi. Hansı dövlətə qarşı mübarizədə? Argentina ilə mübarizədə 82-ci ildə. Argentina Portuqalların müstəmləkəsi idi, düzdür? Cənubi Amerikada. Argentina, hə. Portuqallar idi o. Portuqallara düşür müəllim. Cənubda bir Braziliya idi. Yo, bir deyil. İspanlarda idi müəllim. Portuqallarda cənubda bir dənə Braziliya idi. Bəli, Cənubi Amerikada bir dənə Braziliya, Portuqalların idi. Qalanları demək İspanlara məxsus idi, düzdürmü? Aha. Bir də dedik ki, sosializmə qarşı alternativ cəmiyyət dili alınmadı, yoxsulluğa dair plan da bunun dövründə alınmayacaq. Bir də bunun dövründə hətta bu oxşarda Hooverlə Hoover deyə bilmir. Bir də bunun dövründə deyirdik ki, mühacir qanunları təxirə salınmışdı, düzdür? Bəli, o da vardı. Təxirə salınmışdı deyə ABŞ-a mühacir axını sürətlənmişdi. Səbəb nəticədə verilə bilər. Və buna görə də digər ölkələrdə də, daha doğrusu digər ərazilərdə də nələr olmuşdu? Qarşıdurmalar yaranmışdı. Mən bilirəm hamısını. 68-ci ildə Martin Luther King var idi. Onun başlığı altında yürüşlər olur. Martin Luther Kingin başçılığı ilə yürüşlər olmuşdu. Amma Martin Luther Kingi öldürmüşlərmi sonda? Öldürürlər onu. Öldürdülər. Martin Luther'i də öldürmüşlər. O kim idi? O Martin Luther mənim Almaniyada idi. Reformasiyada olan. Reformasiyada. Onun tərəfini saxlayan şəhərlər varlı şəhərlər idi, yoxsa yoxsul şəhərlər idi? Yoxsullar olar da. Martin Luther demişdi, 2 cürə mübarizə var Almaniyada. Biri silahlı mübarizə, biri dinc mübarizə. Dinc mübarizə Martin Luther'di, yoxsa Thomas Münser'də? Dinc mübarizə, silahlı Thomas Münser'dədir, dinc bundadır. Demişdi, o silaha qaçanlar kimdir? Varlılar, kasıblar. Silaha qaçanlar varlılar. Varlılar idi, gedib özünü atmışdılar silahın altına. Yox, müəllim, kasıblar qaçır, kasıblar. Müharibədə həmişə kasıblar qabağa verilir. Demək, deyirdik, yoxsul şəhərlər Thomas Münser dəstəkləyirdi kəndli müharibəsində. Varlı şəhərlər isə daha doğrusu Martin Luther'i dəstəkləyirdi. Varlı şəhər Martin Luther. Martin dəstəkləyir ki. Varlı şəhərlər Martin Luther dəstəkləyirdi reformasiyada. Kasıb şəhərlər, yoxsul şəhərlər isə
Thomas Müller dəstəkləyirdi kəndli müharibəsində. Bəs bu qaradərilərlə ağdərilərin hüquq bərabərliyi təmin etdimi? Həmən bu Martin Luther King. Lyndon Johnson. Bəli. Mən Lyndon bu Johnson. bərabərliyini təmin edirəm. Yəni bəhs dedik ki, bu Truman'ı konqresdə qaldırır ki, onlara seçki hüququ verilsin. Onun ardınca da John Kennedy var idi. Onun kim dedi be? Deyir universitetlərə buraxılmırdılar. Universitetlərin buraxılmadığı, qaradərilərin universitetlərə buraxılmadığı ştatlar oldu. Ordu göndərir ora. Buraxılmadığı yerlərdə ordu göndərir. Yəni çalışır ki, onların təqibinin qarşısını alsın da. Bu Lyndon Johnson da bərabər hüquqlar vermişdi. Hüquq bərabərliyi təmin etmişdi. Amma o xarici siyasətdə deyir çox sərt idi. Hansı ərazilərə müdaxilə elədi? Lyndon Johnson müəllim bir İsrailin tərəfini saxlamışdı. Aha. Ki, Vyetnam məsələsi vardı. 65-də Vyetnama daxil olur, amma 73-də çıxacaqlar bu Nixon dövründə. 73-də də çıxacaqlar. Bu İsrailin tərəfini tutdu. Və İsraillə Fələstin arasında aparılan danışıqlarda birbaşa iştirak edən ABŞ prezidenti kim idi? Birbaşa idi. Bill Clinton idi. Bill Clinton idi. Bill Clinton elə hədə o idi. Hansı saziş imzalanmasında iştirak eləmişdi? O dəfə sizə vermişdim bu sualı. Necə müəllim? Hansı sazişin imzalanmasında iştirak eləmişdi Bill Clinton Fələstinlə İsrail arasında? O müəllim o 97-ci ildə idi də. 97 yox, 93. Yenə 90. Mənim yadımda nəsə 97 qalıb. O çıxarılıb idi. 97 o başqa saziş idi, o Britaniya tarixində idi. 93-də Washington sazişi olmuşdu. Mənim 93-də idi. Onun keçində mən dedim, bu Rabin idi, İsrailin baş naziri. Deyirdik ki, Qəzza və Ərihada Fələstin muxtariyyəti yaradılmalı. Fələstin muxtariyyəti yaradılmalıydı. İndi Bill Clinton da deyək yekunlaşdıraq. Bill Clinton dedik 2 dəfə prezident seçiləcək, düzdürmü? Neçənci illər əhatə edir onun prezidentliyi dövrü? Bill Clinton deməli gəlir 93-də 2001-ə gedir. 2001-ə qədər. Aha. Bunun deyirdi ki, daxili siyasətində nə təşkil edirdi, xarici siyasətin əsasında nə təşkil edirdi? Deməli bu islahatları var idi onun, vergi idi, təhsil idi, bir də sosial sahədə islahatı var idi. Bir də bu demişdi, biz büdcə kəsələrini aradan qaldırır, hətta bunu oxşar götürürdük körpülü Mehmet Paşa ilə. Doğrudur, bəli. Büdcə kəsələrini aradan qaldırmışdı, körpülü Mehmet Paşa ilə. Elə verəcəkdim sual. Yəni o dövründə yaxşı şeylər olurdu, işsizlik azaldı, saatlar işsizlik azaldılmışdı. Xarici siyasət, ümumiyyətlə ABŞ-da həyat səviyyəsi bunun dövründə yüksək olur. Xarici siyasətdə isə neynədi o? Liberal mövqe tutmuşdu, düzdürmü? Xarici siyasətdə də Rusiya ilə münasibətləri yaxşılaşdırır. Bir də dedik İsrail-Fələstin münasibətlərində nəsə rol olmuşdu. Bir də nə demişdik? Yadmasan. Demək, demişdi, ümumiyyətlə sülhsevər insan idi Bill Clinton. Rusiya-ABŞ münasibətlərini normallaşdırmışdı. Sonra Balkanlarda baş verən münaqişələrin sülhlə nizamlanmasına çalışmışdı. Fələstin-İsrail münaqişəsinin nizamlanmasında iştirak eləmişdi. Bu Qarabağ münaqişəsi ilə bağlı yaratmışlar bu ATƏT-in Minsk qrupu həmsədrlərindən biri idi bu ABŞ onun dövründə, Bill Clintonun dövründə. Dedik, xarici siyasətdə liberal mövqe sərgilədi. Bəs hansı Türkiyə prezidenti idi? Daxili siyasətdə liberal islahatlar həyata keçirdi. Liberal iqtisadi islahatlar. Deyəcəm, mən hamısını bilirəm, dayanın, səs açmayın, özü al. Hamısı sizin, narahat olmayın. Mənim Turqut Özal idi. Gələk Balabuşun dövründəyək. Balabuşun siz bizdən soruşmadınız ki, Turqut Özal prezident olmuşdu. O, 89-da olub. 89-da olub, sadəcə olaraq onun baş nazirliyi dövründə həyata keçirilmişdi iqtisadi islahatlar. Həmin o liberal iqtisadi islahatlar. Bu Adnan Menderes, Cəlal Bayar var, onların dövrünü götürə bilmərik. Liberal bunda gedir axı Özalda. Çıxardıblar onun müəllimə prezidentlik dövrünü. Prezidentlik dövrü var idi, 89-93-cü illərdə olmuşdu, indi çıxardıblar. O zaman
Verəndə səhv Özalın idi. Prezident liberal iqtisadi islahatlar keçirilməsi onun bəli baş nazirliyi dövrü 83-89. Balabuşun dövrü. Onun daxili siyasətin əsası nə təşkil edirdi? Hə? Balabuşun daxili siyasətin əsası. Hə də deyirəm də 2001-də gəlir, 2009-a gələcək, 2009-da da Obama gələcək. Bunda daxili siyasətində vergi saatı həyata keçirilmişdi. O deyirdi, vergin yuxarı aşağı hədlərini müəyyənləşdirən bu idi. Onun dövründə bir də terror hadisəsi olmuşdu, 11 sentyabr terror hadisəsi 2001-də. Bu da mənfi təsir eləyir buna. Müəllim, bir də siz həmişə deyirdiniz, bu 11 terror hadisəsi ilə bağlı bir sual verirdiniz həmişə. Deyəmirdim, o nə idi? Soyuq müharibə dövründə yazmışdı özdə. Demək, bunun dövründə dedik ki, daxili siyasətin əsasını vergi islahatları keçirilməsi təşkil edirdi, düzdürmü? Konqresdə də belə bir layihə təklif eləmişdi. Amma o, xarici siyasətdə o dedik ki, 2001-də buna qarşı terror hadisələri törədiləcək, başı qarışacaq xarici siyasətə və bu terrorizmə qarşı mübarizə elan eləyəcəkdi. Terrorizmə qarşı mübarizə. Onun ardından da müəllim müdaxilələr edir. 2001-də Əfqanistana, 2003-də İraqa. Aha, hərbi xərcləri də artırırdı, düzdürmü? Və Əfqanistana 2001-də vergilər ixtisar edilməli idi. Əfqanistana, bəli, bir də vergilərin son 10 il ərzində ixtisar edilməsi məsələsi var idi. Son 10 il ərzində Osmanlılar hansı müqaviləyə görə ərazilər qaytarılmaydı Səfəvilərə? 10 il ərzində Bağdadda 33. 1-ci Mahmud imzalamışdı onu. Yox, müəllim, onun nə idi onun? Əhməd idi adı özdə. Bağdad hakimi. Nəyi gedir, yoxsa Bağdad hakimi? Hə, Bağdad hakimi imzalamışdı. Bəs Bağdad hakimi nə vaxt müraciət eləmişdi Səfəvi hökmdarına? Gəbranı tut. Demişdi Gəbranı tut. Müəllim, o şey deyildi, Bağdad hakimi Səfəvilərə, İrəvan deyildi. Bağdad hakimi Səfəvi hökmdarına müraciət eləmişdi. Şah 1-ci Abbasın dövründə. Şah 1-ci Abbasın. Baxın, elə də olanda durub qalmayın da. Fikirləşin görün, Bağdad nə vaxt Səfəvilər tərəfindən tutulur. Biri İsmailin dövrüdür, biri də ki, Abbasın dövrüdür. İkisindən biri olmalıdır. O da demişdi ki... Mən başa düşmədim, mən öyle cümlə oxumamışım elə. Nətər? Mən elə cümlə oxumamışım, yadıma düşmədim. Orada belə bir cümlə var idi. 2-ci Osmanın ölümü, İraqda münasibətlərin pisləşməsi, Bağdad hakiminin Səfəvilərə müraciəti Şah Abbasın Bağdada hücum etməsinə, İraqı cəbhələ keçirməsinə səbəb olmuşdu. Bilirəm, müəllim, bilirəm. 2-ci Osman ölür, ondan sonra da Abbasa fürsətdən istifadə edib yeni müharibəyə başlayır. Aha. Taliban nə vaxt devrildi, Saddam Hüseyn nə vaxt devrildi? Saddam Hüseyn 2003-də devrilir. Taliban nədir ki? Taliban. Taliban Əfqanistan idi, 2001. Əfqanistan idi, o da 2001-ci ildə idi. Hansı prezident idi? Əfqanistandan qoşunların İraqdan qoşunların çıxarılması, Əfqanistana yeni qoşunların yeridilməsi haqqında fərman vermişdi. Obama verir, mənim o fərmanı. Obama idi. Onun dövründə də maliyyə böhranını aradan qaldırmaq üçün tədbirlər görmüşdü. Bir də ki, o varların üzərinə vergi qoymuşdu. Büdcə kəsirinin azaldılması, işsizliyin azaldılması bunda da var idi, düzdürmü? Baxın müəllimlər, işsizliyin aşağı düşməsi Reagan'dır, Clinton'dur, Obama'dır, oxşar cəhətdir. Büdcə kəsirlərinin aşağı düşməsi Reagan'dır, bir də nədir bu? Reagan'la Barack Obama'dır. Büdcə kəsirlərinin aradan qaldırılması Bill Clinton'dadır. Bəli. Bağlayaq kitabı. Mən bildiyiniz sözlər bir də təkrar edeyim də. Axırıncı dedikləriniz. Məncə yadda qalmayacaq, qrupa yazdım mənim. Yazırdım. Qrupa onunla bağlı konspekt atacağım. Büdcə kəsirlər, işsizlik aşağı düşür. Reagan, Clinton, Barack Obama. Büdcə kəsirləri azalır. Reagan, Barack Obama'da. Büdcə kəsirləri aradan qalxır Bill Clinton'da. Başqa müəllim qalıb bizdən. Aytən müəllim niyə səs çıxmır ki?
Aytən müəllim dinləyici idi bu gün. Buradayım. Bəs niyə səsi deyirəm başqa müəllim qalıb səs çıxartmırsınız? Mikrofon açalım. Oxumusunuz mu dərsi? Yox, mən. Niyə? Amma sual versən çatdıra bilməm. ABŞ-da bir tərəfli haqqında qanun nə vaxt qəbul edilmişdi? Nə haqqında? Bir tərəfli haqqında qanun. Bir tərəfli 1935. Nə vaxt ondan imtina edilmişdi? İmtina 41-ci ildə Lent-Lizlə. Lent-Liz qanununa görə bəli. ABŞ-da hansı prezidentin dövründə ilk dəfə sosial müavinatlar tətbiq edildi? Sosial məmulatlar Pensiyası. Franklin Roosevelt. Aha, Franklin Roosevelt'in dövründə. Britaniya dediyi hansı hökumət pensiyalar vermişdi? Mühafizəkarlar. Mühafizəkarların, daha doğrusu pensiyalar, o pensiyanın yaşını endirmişdi mühafizəkarlar. Pensiya yaşını endirmişdi. Sosial müavinatlar vermişdi mühafizəkarlar. Britaniyada hansı hökumət idi? Müstəmləkə sistemindən, belə deyək də, imperiya siyasətindən imtina etməyin tərəfdarı idi. Laboristlər. Liberallar. Liberallar, o Lloyd George hökuməti var idi 1918-1922-ci Bəli. ildə. Aha, bir də dedik ki, Washington konfransında ABŞ, daha doğrusu İngiltərə ABŞ-la dəniz üstünlüyünü bölüşdürdü. Düzdür? Bəli. Bəs Bəli, hansı hadisədən 1921-də. sonra İngiltərədən dəniz üstünlüyü keçdi ABŞ-a? İkinci Dünya Müharibəsindən sonra. İkinci Dünya Müharibəsindən sonra. Dedik, Birinci Dünya Müharibəsi nəticəsində İngiltərənin maliyyə vəziyyəti pisləşsə də kapital ixracındakı birinciliyi saxladı. Düzdürmü? Birinci Dünya Müharibəsi nəticəsində. Amma nə vaxt üstünlük keçəcək ABŞ-a kapital ixracında üstünlük? O da İkinci Dünya Müharibəsindən sonra. Yəni həm kapitalda üstünlük, həm də dənizlərdə üstünlük. İkinci Dünya Müharibəsindən sonra keçir ABŞ-a. İngiltərədə dənizdə üstünlüyü nə vaxt ələ keçirmişdi? Lamaş döyüşündən. Lamaş döyüşündən bəli sonra. Bu dünyanın maliyyə mərkəzin Londondan nə vaxt Nyu-Yorka keçmişdi? O Birinci Dünya Müharibəsindən sonra. Birinci Dünya Müharibəsindən bəli sonra Londondan Nyu-Yorka keçmişdi. Bu anti-Hitler koalisiyası nə vaxt yaradılmışdı? Anti-Hitler 1942. 1942-ci ildə idi, bəli. ABŞ dünyanın ən varlı ölkəsinə çevrildi. Birinci Dünya Müharibəsindən sonra, İkinci Dünya Müharibəsindən sonra. İkinci Dünya Müharibəsindən sonra Qızıl İttifaqının çox hissəsini ələ keçirdi. Doğru olmuş, doğrudur. Demək, Birinci Dünya Müharibəsindən sonra dünya dövləti kimi tanınır ABŞ əsas. İkinci Dünya Müharibəsindən sonra dünyanın ən varlı dövlətinə çevrilirdi. Yəni, fövqəladə dövləti olurdu, əsas güc mərkəzi. Ədalət xətti proqramı isə kimin idi dedik? Ədalət xətti Harry Truman'ın. Harry Truman idi, yeni xətt siyasətin davamı olaraq onu irəli sürmüşdü. Dünyanın iki qütbə bölünməsi qətiləşdi hansı hadisə ilə? Almaniyanın bölüşdürülməsindən. Yox. Bu dünya iqtisadi böhranıdır. Daha doğrusu soyuq müharibədə birinci böhrandır Almaniyanın bölüşdürülməsi. Bəli, iki qütbə. Dünyanın iki qütbə bölünməsi qətiləşdi hansı hadisə ilə? Kim deyər? İkinci Dünya Müharibəsindən. Necə? İttifaqın Böyük İttifaq dağılırdı. Marshall və Truman doktrinaları irəli sürülürdü. Bununla da dünyanın iki qütbə bölünməsi qətiləşirdi. Həmin o doktrinaların irəli sürülməsi ilə. Afir Adeir birinci böhrandır soyuq müharibədə. Qütbə bölünməsinin qətiləşməsi o nədir o? Proqramların irəli sürülməsi iləndir. Həmən bu Truman'lə Marshall planının irəli sürülməsi ilə. O dedik, atmosferdə və suda nüvə silahlarının məhdudlaşdırılması, qadağan edilməsi haqqında razılıq nə vaxt əldə olundu? 1963 Moskvada. 1963. Bu Yaponiyanın Sakit Okeanda fəaliyyəti nə vaxt məhdudlaşdırıldı?
Hansı hadisədən sonra? Bir- Yaponiya Sakit Washington Okeanda bir daha Konfransı. hücuma başlaya bilmədi. Hansı döyüşdən sonra? Məhdudlaşdırma Washington konfransındaydı. O bir sualını eşitmədim mən. O bir sual isə Yaponiya Sakit Okeanda hücuma başlaya bilmədi. Hansı döyüşdən sonra? Medvey döyüşündən. Doğrudur. Medvey döyüşündən sonra 1942-də. Yaponiyanın Sakit Okeanda fəaliyyəti məhdudlaşdırıldı 1921-22 Washington konfransı nəticəsində. SSR atom silahına nə vaxt sahib oldu? 1949. Qərbdən daha doğrusu ballistik raketi nə vaxt yaratdı? 57. Düzdür? 59. 57, 1957. Süni peyki nə vaxt yaratmışdı? Kosmosa süni peyki nə vaxt göndərmişdi? 57. O da 57 idi. SSR rəhbəri ABŞ-a nə vaxt səfər etmişdi? Xruşov. 59-cu il. 59. SSR qərbdən nə vaxt taxılanmağa başlamışdı? 63. 63. Damask bölgəsində SSR ilk dəfə Qrat qurusundan nə vaxt istifadə etmişdi? 69. SSR ilk müdafiə xəttini nə vaxt itirmişdi? 89. 89. SSR Damask adasını nə vaxt Çinə qaytarmışdı? 97-ci ildə. Yox, 97. 91. 91-ci ildə. 97-ci 97-də ilin mayında, hə. İngiltərə Çinə Hong Kongu qaytarırdı. Hə, 97-də. Oldu müəllimlər. Sağ olun. Sağ olun, mənim.